Ya Allah, salam hörmətli izləyicilər. Sizi aeroport yolundan düşən kimi Baharla Dədəqoğunun arasından salamlayıram. Belə bir həyət evimiz çıxıb satışa. Üz görünüşün çəkindən. Deməli, 3 otaqlı, 12 daş kürsülü, kupsalı həyət evidir. Qabağında da obyekti var. Yəni tanış olaq. Yəni asfalt yolun üstüdür, düzsək. Düz asfalt yolun üstüdür. Yəni hələ yola çıxsın bir 20-30 metr. Marş yolunun xəttinin üstüdür. Yəni kommunallar da hər bir şey qaydasındadır. Torpağın kupçası var. Yəni evi də almaq bilirsiniz, asan da almaq. Yəni torpağın kupçası var. Belə bir obyekt hazır, tikilib hazırdır. Yəni burada obyekt üçün armatura kimi tutulub, yəni qapı metlağı vurulmayıb. Ümumi sahəsi ev qarışıq, 2 sotdur. Bir dənə də qeyd edeyim, hələ burada olmuşkən. Evin altında da padvalada köməkçi otaqları. Arxa tərəfdən də atdelini qapı qoyulub. Onu da göstəreyim. Gələcəkdə istəsəz yəni için qazıyıb otaq kimi istifadə edə bilərsiniz. Yəni evin 3 bir yanı açıqdır, yəni bağlı deyil. Girsək. Köməkçi otaqlar yəni evin altında var. Hamısını çək, sonra çıxaq gedək, evi təqdimatını eləyək. Gedək. Bir də qeyd edeyim, aeroport körpüsündən düşən kimi Dədəqorqud Baharla kesişməsi. 3 otaqlı həyət evi, 2 sotda, kupçalı. Bir dənə buradan geniş çəkilən evi. Yəni darvazı sıra qoyulub hazırdır. Evdə hal-hazırda yaşayış var. Gir. Belə bir həyətimiz yerləşir. Geniş çək. 12 daş kürsülüdür. Burada da qaraç kimi nəzərdə tutulub. Evin yanı çək, yəni zaboru birləşməyib. Sonra bura qaraç kimi nəzərdə tutulub. Yəni altı banına kimi vurulub, işığı vurulub. Burada da bir dənə belə bir otaq kimi, köməkçi otaq kimi nəzərdə tutulub. Sonra bir dənə genişlik həyətində burada ağac əkməyə, gül əkməyə də yeri var. Ya Allah, geri evi təqdimatını göstərək içəri. 12 daş kürsülü də bir də qeyd edeyim. Burada da belə bir parkat kimi çıxardıblar. Gələcəkdə istəsəz bunu biraz da böyüdə bilərsiniz. Yayda oturub çay içməyə, manqal qoymağa yeri var. Qapıdan girən kimi belə bir geniş koridorumuz var. Koridorun döşəməsi istipoldur, onu da qeyd edeyim. Girən kimi sağ tərəfdə belə bir geniş mətbəximiz yerləşir. Evdə bəzi əşyalar indi qiymətdən asılı danışılıb, saxlanılacaq. Burada da belə bir geniş qonaq otağımız var. Qabağı da qəşəng şöbətdir. Sonra girən kimi yenə mətbəxdən sonra sanuzerimiz yerləşir. Yəni sanuzerində döşəməsi istipoldur. Sonra belə bir geniş uşaq otaq kimi nəzərdə tutulub bura. İndi yerə qiymətindən asılı danışıb razılaşmaq olar. Bəzi əşyalar qalacaq inşallah. Burada da belə bir geniş yataq otağımız var. Gedək təqdimatın davamını qonaq otağında eləyək. Ya Allah, bir də qeyd edeyim. Həyət evimiz aeroport yolundan düşən kimi Baharla Dədəqorqudun arasında yerləşir. Ümumi torpaq sahəsi 2 sotdur. Evimiz 3 otaqlı, 12 daş kürsülüdür. Yəni obyekt qarşı satılır, 90.000 manat deyilir. İnşallah real alıcıya cüzi endirimimiz olacaq. Əlaqə nömrəmiz səhifənin başlığında var. Ümumiyyətlə Suraxana ərazisində, Türkan ərazisində evlərin satqısı və kirayəsi ilə bağlı kim evini satmaq istəyir və ya kirayə vermək istəyir, səhifədə əlaqə nömrəmiz var. Bizə müraciət edə bilərsiniz, tez satılmağını köməkli göstərəcəksiniz inşallah. Buyurunuz, əlaqəmizi gözləyirik inşallah.